Bugün Kəmalə xanımı rəhbərlik etdiyim uşaq evində böyüyən bir bacımızın toyudur. Və hamı gəlib, burada millət vəkilləri var, ictimai xadimlər buradadır. Dostumuz Niko da buradadır. Niko, Allah evə görə versin. Bilirəm ki, qaydandan sonra xeyriyə işlərine də məşğul olursan. Allah sənin ürəyinə görə versin. Onsuz sən bunu həmişə edirdin. Buradan da Kəmalə xanıma deyirəm ki, Allah sizin ürəyinizə görə versin ki, bu uşaqları həddi buluna çatdırıb, ailə qurmağında onlara dəstək olursun. Buraya gələn hər kəsin Allah ürəyinə görə versin. Burada elə insanlar var ki, onu göstərə bilmirəm, amma bütün tanınmış simalar da buradadılar. Bu videonun arkasında göstərəcəm toyun gedişatını. Allah səni xoşbəxt eləsin, yarayanlardan olasın inşallah. Allah bəxtinizi gözəl eləsin. Allah xoşbəxt eləsin. Allah yarayanlardan eləsin inşallah. Xoşbəxt olsunlar. Bunların musiqiləri, dilləri əzbəri olan bizim sənətkarımız Namik Qarabsulu buradalar. Bravo! Namik, hoş geldin. Bəyimit yazı, kaşım qalıb. Hədiyədən darvadan. Namik. Çok sağ olun. Akşamınız hayır olsun. Hoş geldin hamımıza. Namik de gelip. Hoş geldin. Her zaman güzel günlerde görüşelim. Bu güzel belediye dostlarımıza bu niyetinde iştirak eden, bu beylikte iştirak eden benim için çok hoştu. Sebepkarlar haradadır, kendimiz haradadır, gelin bacımız. O da orada. Çünkü ben... Hoş geldiniz. Uşaq evindən Əbdülullah Şahının bir qızımız ailə yapıyordur və Kəmalə xanımın hörmətidir ki, burada demək olar ki, millət vəkilləri, ictimai xadimlər və bir çox tanınmışlar var. Bu da bunlar, bu Allah öyle görür. Kəmalə xanım, siz bu uşaqlara banasınız, bacısınız, nənəsiz, xalasınız, bibisiz və ən əsası onların güvənliyi verirsiniz. Allah öyle görürsünüz. Siz ise onların kardeşiniz. Sağ olun. Çünkü onların kardeş, ata misliyle siz de yanımızdasınız. Onları böyle çok sağ olun. Var olun. Allah mübarek eylesin. Allah hoş geldiniz.